salamlayıram. İlk öncə, deməli, bugünkü video izahımız ərəb xilafəti ilə bağlı olacaq. Başlayaq video izahımıza. Deməli, ərəb əhalisi bir qismi oturaq idi, bir qismi isə köçəri idi. Köçəri maldırlar təşkil edirdi ki, onları da bədəvilər adlandırırdılar. Daha çox bədəvilər, yəni köçəri maldarlar şimal və mərkəzi hissədə yaşayırdılar. Oturaq əhali isə cənub hissədə yaşayırdı ki, yəni daha yağıntı bol olan hissədə, əkinçilik üçün yararlı olan hissədə yaşayırdılar. Ticarət mərkəzləri Məkkə və Yəsrib, sonradan Mədinə şəhəri adlanan Yəsrib şəhəri idi. Məkkədə Qureyş qəbilələri daha çox təşkil edirdi əhalisini. Dini mərkəzi isə Kəbə idi. Dinləri daha çox bütpərəst idilər. Əsasən bütpərəstliklə bərabər Zərdüştlük, Yəhudilik və Xristian dinlərinə də inanırdılar. Bizans Sasani hücumları olurdu bura tez-tez. Bunun da səbəbi Yəməndə yerləşən ticarət yollarını ələ keçirmək idi. Və bunun nəticəsində əhali yarımadanın şimalına doğru köçür. İslamdan öncəki dövrü cahiliyyə dövrü adlandırırdılar. Peyğəmbərin dövründə 570-632-ci illərdə 610-cu ildə İslam yaranır. 613-cü ildə İslamı təbliğ etməyə başlayırlar. 622-ci ildə isə Məhəmməd Peyğəmbər hicrət edir, yəni Məkkədən Mədinəyə hicrət edir. Bunun da səbəbi Məkkədəki əyanlar Məhəmməd Peyğəmbəri sıxışdırması idi və buna görə də Mədinəyə hicrət edir, köçür. 624-cü ildə Bədir döyüşü baş verir ki, Bədir döyüşü Məkkəlilərlə Mədinələr arasında olur və Mədinəlilər qalib gəlirlər. 630-cu ildə Məkkəlilərlə Mədinələr arasında sülh müqaviləsi imzalanır və 630-cu ildə İslam dövləti, Ərəb dövləti yaranır. Paytaxt ilk əvvəl Məkkə və Mədinə şəhəri idi. Məhəmməd Peyğəmbərin ölümündən sonra Rəşidi xəlifələr var ki, 4 xəlifənin adını çəkəcəyik: Əbu Bəkir, Ömər, Osman və Əli. Azərbaycan tarixində demişdik, Əlinin dövründə vergilər azaldılıb, yəni əkilməyən torpaqlarda vergi alınmırdı. Rəşid xəlifələrin dövründə Ərəbistan fəth edilir. 651-ci ildə Sasanilər dövlətinə son qoyulur. Bizansın əlindən Fələstin, Suriya, Misir alınır və Qafqazda Xəzərlərlə mübarizə aparmışlar. Şimali Afrikanın çox hissəsini fəth edirlər. Daha sonra gəlirik Əməvilərin dövrünə ki, 661-750-ci ildə. Əməvilərin dövründə paytaxt Dəməşq və yaxud da ki, Şam şəhəri idi. 8-ci əsrin əvvəllərində Şimali Afrikanı tam şəkildə fəth edirlər. Cəbəltərik 711-ci ildə İspaniyaya daxil olur və burada Veskotları məğlub edir. Parfiya döyüşü 732-ci ildə olur ki, ərəblər franklara məğlub olur və bununla da ərəblərin Qərbi Avropaya irəliləməsinin qarşısı alınır. Biz demişdik ki, Xəzərlər mövzusunu keçərkən demişdik ki, ərəblərin Şərqi Avropaya irəliləməsinin qarşısını Xəzərlər almışdı, Qərbi Avropaya irəliləməsinin qarşısında franklar alırlar. Əməvilər getdikcə zəifləməyə başlayır. Bunun da səbəbi bir millətçilik, bir də ki, qeyri-müsəlman əhaliyə qarşı ayrı-seçkilik idi. Amma Əməvilərin dövründə ərəblərin sərhədləri 7-8-ci əsrlərdə Atlantik okeanından Hindistana qədər çatırdı. 750-ci ildə Əbu Müslimin başçılığı ilə üsyan baş verir ki, Mərkəzi Asiyada və Əməvilər hakimiyyətdən gedir, Abbasilər gəlir, amma Pireneya yarımadasındakı Əməvilər Abbasilərin hakimiyyətini tanımır və 756-cı ildə Qordova xilafəti yaradırlar. Davam edirik. Deməli, Əməvilərdən sonra hakimiyyətə Abbasilər gəlir ki, 750-1258-ci illərdə Abbasilərin dövründə paytaxt Bağdad şəhəri olunur. Bağdad şəhərinin əsası 762-ci ildə salınırlar və hətta Abbasilərin Bağdad xilafəti də adlandırırdılar. Talas döyüşü 751-ci ildə olmuş ki, biz bunu Uyğurlar mövzusunda keçmişdik və ərəblər Çinləri məğlub edirdilər. Xürrəmlər rəkatı isə Abbasilərin dövründə baş vermiş 778-838-ci ildə. 9-cu əsrdə ərəblərdən ayrılıb Misir, Mərkəzi Asiya, İran və Əfqanistan. 9-cu əsrdə türkləri daha doğrusu orduya cəlb edirdilər ki, biz bunu məsələn Xürrəmlər rəkatında Afşinlə misal çəkə bilərik. 1055-ci ildə Səlcuqlar ərəbləri özlərinə tabe edirlər. 1258-ci ildə isə Hulakilər Abbasilərə son qoyur.
İnzibati cəhətdən ərəb xilafəti əmirliklərə parçalanırdı, məhkəmə işlərinə qazi baxırdı, ölkədə pul, qızıl pul dinar adlanırdı, gümüş pul isə dirhəm adlanırdı. Vergilər biz cizyə vergisindən, yəni can vergisi qeyri-müsəlman əhalidən alınırdı, xərac məhsul vergisi idi, xüms daşınan əmlakdan 5də 1 qədər alınırdı, zəkat isə daşınmayan əmlakdan 40da 1 qədər alınırdı. Torpaq, dövlətə məxsus olan torpaqlar divan adlanırdı, xidmət müqabilində verilən torpaqlar iqta, dini idarələrə məxsus torpaqlar vəqf, irsi torpaqlar mülk, bir də kəndlərə məxsus olan torpaqlar icma torpaqları adlanırdı. Belə, ərəb xilafəti ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.